sual verilirdi ki, fermerlərimiz sual verirdi. Buğdanı da Leonarditlə əkmək olar. Leonarditlə bütün bitkiləri əkmək olar. Necə ki, peyni bütün bitkilərə veririk, şum altına əkirik. Leonardit peynin həm təmizlənmiş, həm də sterilizasiya olunmuş, qranula hala gətirilmiş formasıdır ki, torpaqda nəmli ehtiyatı yaradır. Bitkinin mənimsəyə biləcəyi elementləri daha yaxşı formaya gətirir. Yəni, torpaq canlılığı artır. Torpağın mikroorqanizmi artır ki, bizim bitkilərimiz, məsələn, buğdamız, arpamız yaxşı inkişaf eləsin və yaxud da digər bitkilərimiz. Leonardit həqiqətən də, Leonardit olsun, biohumus olsun, mən tək Leonarditin üzərində dayanmıram. Adi yarçürmüş, sterilizasiya olunmuş peyin də olsun. Torpağın canlılığını qaldıra bilsək, artıra bilsək, torpağın nəm tutma qabiliyyətini artıra bilsək, bitkimiz də yaxşı inkişaf edəcək. Yəni, mənim izah etdiyim bundan ibarətdir ki, çalışağın torpaqlarımızın canlılığını artırağın. Torpağın altına 12 kilometr, 12 kiloyu daha doğrusu, 12 kilo nə idi? 12 mişox amofos vermək və yaxud da ki, şum altı həmən o fosfor gübrə verməklə yüksək məhsuldarlıq əldə etmək olmur. Görün, biz o vəziyyətdir ki, o qədər amofos veririk və yaxud da digər gübrələr veririk fosforlu şum altına. Biz maks götürdüyümüz deyək 5 ton, 6 tondur. Biz ona hələ deyirik. İnandırım sizi, torpağı yaxşılaşdırıb, torpağın canlılığını artırsaq, ondan sonra biz o istədiyimiz qida maddələrini, bitkinin istədiyi qida maddələrini versək, istədiyimiz məhsuldarlığı da götürərik. Həm də bilərik ki, artıq xərc çəkmərik. Bu il verərəm 2 mişox, 3 mişox və bunun da üzərində də dayanıram ki, torpaq analizi də elətdirilməlidir. Yəni, torpaq analizi elətdirilməlidir ki, torpaq analizinə uyğun da siz torpağın pH-ını da öyrənə biləsiniz, torpağınızın vəziyyətini də öyrənə biləsiniz, torpağınızdakı qida ehtiyatını da öyrənə biləsiniz. İnanıram ki, nəsə az da olsa faydalı məlumatlar çatdıra bildim. Buyurub, necə əkmək lazımdır? Bütün bitkilərdən, dekorativ bitkilərdən tutmuş, bağ bitkilərindən tutmuş, bostan, tərəvəz, hər bir haqqında, texniki bitkilər, hamısı haqqında suallarınızı verə bilərsiniz. Bildiyimizi, bacardığımızı deməyə, öyrətməyə çalışacağıq inşallah.